diplomu olsun, ixtisası üzrə işləməsin, ona dəyər verməsinlər. Ən üstün varlıqdan, ən üstün insana, ən üstün Quranda gələn birinci sözdür ki, oxu. Bizim ən zəif cəhətlərimizdən biri oxumaqdır. Təkcə dini elmləri deyil, ha. Dini elmləri, Quran-ı Kərimi, hədisləri, şəriətimizi öyrənməyimiz, bilməyimiz lazımdır və mühümdür. Amma bu o demək deyil ki, qeyri-dini nələrisə də oxumaq lazım deyil. Oxumaq heç kimə ziyan verməyir. Oxuyan insan heç vaxt ziyan tapmayır. Baxmayaraq ki, mümkündür diplomu olsun, ixtisası üzrə işləməsin, ona dəyər verməsinlər. Həmişə fikrimizdir bu şəxsən. Oxuyan adamın heç vaxt itirəcəyi bir şey olmur. Daim işinə uyğun işləsə də, işləməsə də, diplomu olsa da, olmasa da, oxuyan adamın oxuduğundan daim ona ölənə qədər mütləq xeyir olacaq. Allah Teala bizi istər dinimizi, istər qeyri-dini elmlərdən oxuyub öyrənib, əməl eləyənlərdən qərar versin inşallah.